Təmiz ürəkləri, saf düşüncələri ilə qiymətli varlıqlarımız olan uşaqların bugün beynəlxalq müdafiəsi günüdür. Müasir dövrün uşaqları təəssüf ki, elektron cihazlara daha çox meyillidir. Amma onların düzgün tərbiyə metodu necə olmalıdır? Bu haqda mütəxəssislərimizdən maraqlı fikirlər almışıq. Yaxşısı budur, diqqətiniz bizdə olsun. Uşaqların müdafiəsi günü nə vaxt təsis edilib? Onların müdafiəsi deyəndə nə başa düşülür? Uşaqların hansı hüquqları daha çox pozulur? Elektron alətlərə müasir uşaqları cəlb edən əsas səbəb nədir? Övladlarımıza qadağaları necə qoymalıyıq? Ölkəmizdə uşaqlar kitab oxusun deyə pul mükafatı verilən hansı layihələr həyata keçirilir? Həm ailəsinin, həm də respublikamızın fəxri olan uşaqlar kimlərdir? Bütün bu və daha maraqlı suallara cavab az sonra Yaxşısı budur da. İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə təsis edilib. Bugün dünyanın bir çox ölkələrində olduğu kimi bizdə də qeyd edilir. Uşaq dedikdə 18 yaşı tamam olmamış, yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan şəxslər başa düşülür. Və uşaqların xüsusi qayğıya və xüsusi himayəyə ehtiyacı olduğuna görə həm beynəlxalq təşkilatlar tərəfindən, həm də dövlətimiz tərəfindən bir sıra qanunlar, normativ hüquqi aktlar qəbul olunmuşdur. Əsas qanunlardan biri də, ən mühüm beynəlxalq sənədlərdən biri Uşaq Hüquqları Konvensiyasıdır ki, bu 1989-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş və bizim dövlətimiz də 92-ci ildə həmin konvensiyaya qoşulub və yenə də 92-ci ildə bu konvensiya dövlətimiz tərəfindən qüvvəyə minmişdir. Və bu konvensiya uşaqların hüquqlarının və azadlıqlarının təmin edilməsi, müdafiəsi sahəsində ən mühüm beynəlxalq sənədlərdən biridir. Qanuna əsasən bütün uşaqlar irqi, milli mənsubiyyəti, sosial vəziyyəti, sağlamlıq durumu və digər fərqlərdən asılı olmayaraq bərabər hüquqlara malikdir. Uşaq hüquqlarına nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Konstitusiyamızın 17-ci maddəsi sırf uşaqların hüquqlarının qorunması sahəsində əsas baza prinsipi müəyyən edir. Məsələn, 17-ci maddədə qeyd olunur ki, hər bir uşağın valideynləri tərəfindən saxlanması, hər bir valideyn öz uşaqlarının qayğısına qalmağa borcludur. Uşaqlar valideynləri tərəfindən qorunmalıdır. Valideynləri olmayan yaxud valideyn himayəsindən məhrum olan uşaqlar dövlətin nəzarətində, dövlətin himayəsinə verilirlər. Yəni, göründüyü kimi, birinci növbədə uşaqların hüquqlarının müdafiəsi onların ailələri tərəfindən təmin olunmalıdır. Birinci növbədə valideynlər öz uşaqlarını qorumalı, saxlamalı, müdafiə etməli və əgər valideyn olmadıqda, yaxud valideyn uşaqların hüquqlarını pozduqda, o zaman təbii ki, dövlət buna nəzarət edir və dövlət tərəfindən uşaqların hüquqları qorunur. Bizdə uşaqların müdafiəsi haqqında bütün qanunlar incəliklə işlənib hazırlansa da, təəssüf ki, bəzən bu qanunların pozulması ilə rastlaşırıq. Məsələn, erkən nikah, kiçik yaşdan əmək fəaliyyətinə cəlb olunma, təhsildən uzaqlaşdırma və s. Uşaqlar birinci növbədə onların doğulduqda ad almaq, ad, soyad, ata adı almaq hüququna malikdir və bu halların da pozuntusuna rast gəlinir təcrübədə. Daha sonra uşaqların sağlam mühitdə böyümək, sağlam ailə şəraitində onların əqli, fiziki, mənəvi inkişaflarına uyğun şəraitdə böyümək, təhsil almaq, normal şəraitdə yaşamaq hüquqları var. Bizim qanunvericiliyimizdə, konstitusiyamızda və əmək məcəlləsinə qeyd olunur ki, 15 yaş tamam olmayan şəxs əmək fəaliyyətinə cəlb oluna bilməz. Yəni 15 yaş tamam olduqdan sonra uşaqlar onların təbii ki, sağlamlığına, mənəvi, fiziki, psixi inkişafına zərər yetirməyən işlərdə əmək fəaliyyətinə cəlb oluna bilərlər. Təhsildən yayındırılır. Qızlar 13, 14, 15 yaşında erkən nigaha valideynlər tərəfindən məcbur olunur və yaxud da ki, qız elə bir şəraitdə böyüyür ki, artıq o 13-14 yaşında özünü nigah qurmağa hazır hesab edilir. Məcbur olmasa belə bunu düşünür ki, artıq təhsilə ehtiyacı yoxdur, bu erkən nigah qurmalıdır və mən hesab edirəm ki, bunun üçün əgər belə bir zorakı qaydada təhsildən yayındırılan uşaqlar birinci hüquqları pozulanda kimə müraciət edir? Biz bilirik ki, valideynə müraciət edir. Əgər bu hal valideyn tərəfindən baş verilirsə, bu zaman uşaq mütləq şəkildə
məktəbdə müəllimlərinə danışmalıdır. Məktəbdə psixoloq olmalıdır, məktəbin psixoloquna bunu bildirməlidir. Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi var. Yerli icra hakimiyyətlərinin yanında müvafiq komissiyalar, qəyyumluq və himayə komissiyaları var. Polis orqanlarının nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri var. Yəni polis orqanlarına, icra hakimiyyəti orqanlarına, təhsil ocaqlarına, səhiyyə ocaqlarına uşaqlarımız müraciət edə bilərlər. Uşaqlarla düzgün davranış onların sağlam inkişafı və xoşbəxt gələcəyi üçün çox vacibdir. Hüquqi müdafiə ilə yanaşı uşağa qarşı sevgi, diqqət və anlayışla yanaşmaq onların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Uşaqlara sevgi, onlara qayğı, onlara diqqət, onlara verə biləcəyimiz ən böyük haqqdır. Və təəssüflər olsun ki, çox vaxt biz bu məsələləri uşaqların haqq mövzusundan, hüquq mövzusundan kənarda görürük. Biz elə bilirik ki, daha çox onların maddi tərəflərinə köklənsək, biz onlar qarşısında olan bütün vəzifələrimizi icra etmiş oluruq. Bəzən deyirlər, uşaqlar bizim gələcəyimizdir, əslində uşaqlar bizim bugünümüzdür. Və uşaqlar bizim bütün davranışımızı, xasiyyətimizi, xüsusiyyətlərimizi özündə əks elətdirir. Bəzən uşaqla sadə bir ünsiyyətlə sən bilirsən ki, özün necəsən. Və uşaqlara edilmiş sərmayə əslində bizim bugünümüzə edilmiş bir sərmayədir və gələcək də bugünümüz üzərində qurulur. Uşaqların psixoloji sağlamlığı üçün ən vacib amil qayğı və dəstək göstərən mühitdir. Bu onlarda özgüvəni artırır. Uşaq vaxtı elə həssas bir dönəmdir ki, biz həmən vaxtı gələcəyimizi həm qura bilərik, həm dağıda bilərik. Aaron Beck'in kognitiv triada deyilən bir anlayışı var. Biz bu mövzunu çox gözəl izah eləyir. O deyir ki, uşaqların özünə olan güvəni ətrafı olan güvəni üzərində qurulur. Ətrafa güvəni isə gələcəyə olan baxışını təşkil edir. Yəni burada bir uşağın özünə olan baxışı var. Bir ətrafa, dünyaya olan baxışı var. Bir də gələcəyinə olan baxışı var. Özünə olan baxışını ailə formalaşdırır, məktəb formalaşdırır, valideynlərin və uşağın ətrafında kontaktda olduğu insanların onunla münasibəti formalaşdırır. Gün ərzində uşaqlarınızı bir neçə dəfə öpmək, onlarla emosional ünsiyyət qurmaq, həmçinin onlarla vaxt keçirmək sizin bir-birinizlə aranızda olan bağı daha da möhkəmlədir. Ürəyim. Psixoloji bir yanaşma var, buna deyirlər bağlanma teoriyası. Əgər valideyndən qayğı görürsə, valideyndən sevgi görürsə, sabahsı günü məktəbdə, həyətdə bir problemi olanda ailəyə və valideynlərə müraciəti, güvənilər bir yerə müraciət kimi görürsə, bir sığınacaq kimi görürsə, uşaqda bağlanma, uşaqda gələcəyə yönəlik ssenarilər sağlam prinsiplər əsasında qurulur. Nəticədə uşaqda özgüvəni olacaq, nəticədə uşaqda komplekslər olmayacaq, nəticədə gələcəkdə hər hansı bir ünsiyyət formasını insan yaşayanda daha sağlam olacaq, öz partnyoruna, öz dostuna, öz iş yoldaşına daha güvəniləcək və nəticədə bu sağlam bir fərd kimi formalaşacaq. Yox, indi əksini götürək, əgər ailədə bu qayğını almırsa, bu diqqəti almırsa, bu sevgini uşaq görmürsə, bu zədəli bir şəxsiyyətə çevriləcək və bunun bağlanma prinsipləri düzgün olmayacaq, yanlış olacaq və bu insan sabahsı günü bir ailə başçısı olanda, bir işdə fəaliyyət göstərəndə və yaxud da cəmiyyətdə hansı bir formada bir davranış nümayiş etdirəndə bu sağlam davranış olmayacaq. Özəlliklə 3 yaşından sonraki dönəmdə ata obrazı çox vacib bir hala gəlir. Həm qız uşağı üçün, həm oğlan uşağı üçün. Ana əksikliyi uşaqda, daha çox uşaqda şəfqət duyğusu, sevilmə duyğusu və yaxud da ki, yemə, içmə, qidalanma ilə əlaqəli çətinliklərdə problemlərdən özünü göstərir. Ata isə xarici dünya ilə uşağın ünsiyyət qurmasında bir körpüdür. Ona görə ata obrazının əksikliyində daha çox uşaqlarda bu dediyiniz aqressiya davranışlarını çox görürük. Uşaq davranış pozuntuları göstərməyə başlayır. Burada həmkarlarım deyirəm, əgər bir psixoloq, pedaqoq aqressiv bir uşaqla baş-başadırsa və ana gətiribsə, orada ata obrazının əksikliyini mütləq düşünməlidir. Çünki dış mühit dediyimiz o xarici mühitlə ünsiyyət ata vasitəsilə olur. Uşaqlar arasında ədalətli olmaq, onlara bərabər münasibət göstərmək vacibdir. Bir uşağa digərindən daha çox diqqət və qayğı vermək, digərinin özünü kənarda hiss etməsinə səbəb ola bilər. Bu, uşaqların
özünə inamına mənfi təsir göstərir. Ailədə əgər bir neçə övlad varsa, mütləq olaraq onların hər birinə istər sevgimizin bölgüsündə, istər maddi bölgüdə bərabər şəkildə bir diqqət olunmalıdır. Əgər bərabər şəkildə sevgi bölgüsü olmasa, bərabər şəkildə hədiyyələrin paylanılması olmasa, diqqətin adicənə, nəvazişin düzgün bölgüsü olmasa, uşaq özünü digər qardaşından, bacısından daha aşağı görəcək. Və daha aşağı görən övlad valideynlə ünsiyyət problemi yaranacaq, sevgi və qayğısızlıq problemi yaranacaq və bu gələcək həyatına öz təsirini qoyacaq. Bizim hər birimizdə müqayisə deyilən bir prinsip var. Biz özümüzü qonşumuzla müqayisə eləyirik, dostumuzla müqayisə eləyirik, bütün fərdlərlə müqayisə eləyirik. Bu müqayisə bəzən düzgün olur, bəzən yanlış olur. Yanlış müqayisə bizdə özgüvənsizlik yaradacaq. Yanlış müqayisə bizim istedadımızı bloklayacaq. Yanlış müqayisə mən bacarıqsızam, mən zəifəm, məndə alınmayacaq kimi düşüncələr yaradacaq və nəticədə mənim ətrafa və dünyaya olan baxışım zədələnəcək. Uşaq inkişafında müəyyən sərhədlər vacibdir. Ancaq bu qaydaların uşağa izah edilməsi və səbəblərin başa salınması önəmlidir. Çox sərt böyüdülmüş valideynlər də uşaqlara sərhəd qoymaqda çətinlik çəkirlər. Yəni, sanki uşağın hər dediyini, mən yaşadığım uşaqlığı o yaşamasın, uşağın hər dediyini eləməliyəm, heç bir yerdə sərhəd qoymamalıyam kimi bir nöqtəyə gəlirlər. Bu da uşaqlarda sərhəd problemi yaradır və aqressiya, deyək ki, məktəb içərisindəki aqressiya davranışlarını, alt-üst münasibətlərini, müəllimlə davranışı, böyüklərlə davranış öyrədilmiş. Qətiyyən burada böyük bir problem var. Müəllimlər də artıq bir nöqtədən sonra uşaqla əlaqəli bir davranış etdiklərində valideynin hücumuna məruz qalmaqdan qorxurlar və bu şəkildə bir sistem pozulması yaşanır. Valideynlərin belə bir problemi də var. Öz bacarmadıqlarını və yaxud da öz xəyallarını uşaq üzərindən gerçəkləşdirməyə çalışırlar. Buna görə də uşağa çoxlu məsuliyyət yükləyirlər və uşağın xətalarını çox tənqid edirlər. Uşaq artıq xəta eləməyini, yanlış bir şey eləməyin çox utanc verici bir şey olduğunu düşündüyü üçün qaçınır, özünə qapanır, xəta eləməmək üçün hərəkət eləməmək lazımdır. Öyrənmənin qabağını alır. Düzgün qadağalar, düzgün yoxlar uşağın inkişafına səbəb olur. Nəinki onu məhv edir, nəinki onu travmaya salır. Uşaq başa düşəndə ki, bu yoxun arxasında sevgi var. Bu qadağanın arxasında bir məhəbbət var. Bunu xeyri düşünülür. Əgər uşaq bunu başa düşürsə, özü nə qədər valideynə biraz acıqlansa da, küssə də, narahat olsa da, bu uşağa mənfi təsir eləmir. Deməli, ailədə qadağalar olmalıdır. Rasional, məntiqi qadağalar olmalıdır və bu qadağalar daha çox uşağın təhsili, sağlamlığı, psixoloji sağlamlığı ilə bağlı olmalıdır. O ki, qaldı hansısa telefonlardan, kompüterlərdən ifrat istifadə, bu aydındır ki, uşağın həm gözünə zərərdir, psixologiyasına zərərdir, uşağın vaxtını boş yerinə məhv edir və nəticədə uşaq həm psixoloji sağlamlığından qalır, həm də fiziki sağlamlığından. Burada bir meyar olmalıdır. Günümüzdə uşaqlarda ciddi bir şəkildə bir ekran asılılığı var. Yəni ki, hətta mən orasını keçirəm ki, YouTube-da bir filtrsiz uşaqlara telefonun verilməsi və uşaq orada o qısa videoları keçməsi bu onun diqqət funksiyalarına da mənfi təsir edir. Yəni uşağın bir mövzuda uzun müddət qala bilməməsinə səbəb olur və oradakı kontent, yəni içərikləri də çox seçmədən valideyn, məsəl üçün orada uşaq ona uyğun olmayan içəriyə məruz qala bilər. Yəni bu videonun içində gizli bir içərik də ola bilər, amma uşağın şüuraltısına o mənfi təsir edə bilər. Əgər alternativ təqdim olunmasa, yalnız qadağalarla iş həll olunmayacaq, mütləq olaraq alternativ olmalı. Alternativ nədir? Mənim sahəm kitab olduğuna görə mən təbii ki, kitab deyirəm. Sağlam oyunlar, fiziki aktivlik, bunlar hamısı alternativlərdir. Biz uşağı müəyyən dərnəklərə yazdıra bilərik, idmana yazdıra bilərik. Orada rəqabət olan hansı bir oyunlara cəlb eləyə bilərik. Məsələn, kompüterdə rəqabət var. O planşetlərdə olan oyunlarda rəqabət var. Rəqabət hissi uşağın normal, sağlam bir hissidir və rəqabət ona maraq verir, rəqabət onu çəkir.
Rəqabət olan yerdə uğur var. Uğur isə ani həzz yaşadır. Bu ani həzzi almaq üçün uşağa düzgün alternativ təqdim etsəz, yaxşı fərd yetişdirmiş olacaqsınız. Həmin alternativlərdən biri məhz kitab oxumaqdır. Axı, indiki uşaqlar kitaba həvəsli deyil. Deyirsinizsə, diqqətlə baxın. 3 ayı haqqında nağıl oxuyaq. Bir universitet professoru danışırdı, valideyni bunu necə kitaba şövq elətdirməyi barəsində. O deyir ki, valideyni mənə deyərdi ki, evdə bütün yerləri mən siləcəm, kitab rəfini sən silirsən. Yəni, kitab rəfinin tozunu mənə tapşırırdı və deyir, mən kitab rəfinin tozunu silirdim balaca olanda və deyir, həmişə gözümün qabağında oradakı adını bilmədiyim müəlliflərin adı belə mənim üçün qəribə gələn orada yazıları mən oxuyurdum və yavaş-yavaş məndə bir gün maraq yarandı ki, yəni bu tozunu sildiyim bu kitabların bir içini maraqlıdır və vərəqləyim görüm bunun içərisində nələr yazılır. Yəni qeyri-verbal formada informasiyanın ötürülməsidir. Şuur altına işləyir və sonradan sən maraqlanırsan ki, bu kitabların içərisində nə yazılır. Sonra deyirdi ki, hər oxuduğum səhifəyə mənə pul mükafatı verirdilər. Pul mükafatı demişkən, ölkəmizdə kitab oxuyan uşaqlara pul mükafatı verən yarış var desəm, bəli, əziz uşaqlar, oxuduğunuz hər kitaba görə pul qazana bilərsiniz. Şərtləri və qaydaları müsahibimiz cavablandırdı. Azərbaycan Nəşriyyatları Assosiasiyası olaraq biz müxtəlif zamanlarda kitab sərgiləri keçiririk. Hətta artıq 4-cü uşaq kitab festivalı belə keçirmişik. Uşağın, belə deyək də, həyatına kitabı daxil etməyin yolu birinci uşağı kitab sərgilərinə gətirməkdir. Birlik olaraq belə bir qənaətə gəldik ki, biz necə eləyək ki, uşaqları daha da maraqlandıraq. Biz bunun üçün 12-16 yaş arası uşaqlar üçün birinci Oxu Yay Marafonu təşkil elədik. Kitab qurdu, Oxu Yay Marafonu. Kitab qurdu layihəsinə 12-16 yaş kateqoriyasında olan uşaqlar qoşula bilər. Yerli müəlliflərinin əsərlərini oxumağınız tələb olunan yarışın detalları isə belədir. İstənilən şəxs ora qatıla bilir. Ora qatılandan sonra müəyyən bir vaxt qoyuruq, deyək ki, 3 ay sonra mərhələli həmin seçilmiş müəlliflərlə də görüşlər olur. Misal üçün, birincisi Nizami Parkında olmuşdu, açıq havada olmuşdu. Müəlliflər hərəsi bir ağacın altında bir stol qoyulmuşdu. Uşaqlar biri o müəllifə hər kitabını aparıb öz müəllifinə imzalatdırırdı. Ondan sonra orada maraqlı bir intellektual oyunlar da təşkil elədik ki, məqsədimiz uşağı kitaba yaxınlaşdırmaqdır. Xülasə, bu bitəndən sonra vaxt gəldi çatdı, biz birinci yerin qalibinə 2000 manat pul mükafatı verdik. İkinci yerin qalibinə isə 1000, üçüncü yerə isə 500 manat. Bizim bu marafonumuz artıq 6-cısını bu yaxınlarda keçirdik. Biz deyək ki, naşirlər olaraq, nəşriyyatlar olaraq belə bir təşəbbüslə çıxış edirik. Bu yerdə bizə mütləqdir ki, valideynlər kömək eləməlidir. Bunun üçün valideynin özünün birincisi evində kitabxanası olmalıdır. Valideynin özü kitabxana ünsiyyəti olmalıdır ki, biz ümumiyyətcə belə bir yanaşma var da, uşağa nədən qoruyuruqsa, uşaq daha çox ora meyillənir. Bir şeyə etmə dedikdə bir də görürsə, uşaq əksini gedir. Ona görə birinci valideyn özü kitab oxumalıdır, valideyn özü kitabı öz həyatına daxil etməlidir. Artıq uşağı bu prosesin iştirakçısı etmək üçün bununla bağlı nə tədbirlər var, orada iştirak eləməlidir. Birinci Kitab qurdu Yay Marafonunun qalibi Məryəm Salmanova olub. Müsabiqə haqda unudulmaz xatirələr yaşayan az yaşlı müsahibimiz öz hisslərini bizimlə bölüşdü. Mən artıq 5-ci sinifi bitirmişdim və Kitab qurdu layihəsinə qatılmaq üçün yaşım yetərli idi. Müəlliməmiz də məsləhət gördü ki, bu yarışa qatılım. Mən istədim ki, həm yay tətilimi səmərəli keçirim, həm özümə yeni biliklər qazandırım. Bu layihə çərçivəsində 7 dənə bir-birindən fərqli və maraqlı kitabları oxumalıydı 3 ay ərzində. Yarışın birinci mərhələsi onlayn platforma üzərindən baş tutdu. Bu platformada bizə kitablar haqqında fərqli suallar soruşurdular və 2800-ə yaxın iştirakçısı var idi. İlk 10 yer tutan iştirakçı final mərhələsinə keçdi və final mərhələsi canlı şəkildə baş tutdu
Bu 10 iştirakçı arasında birinci, ikinci, üçüncü yer qaliblər seçildi. Orada hər bir iştirakçının qabağında düymə var idi. O düyməyə tez basmalıydıq. Tez və düzgün cavab veriləndə xal gəlirdi. Mən də bu qaydalara əməl elədim. Həm tez, həm də düz cavab verdim deyənə qalib seçildim. Kitab oxuyanda söz bazən genişlənir. Daha rahat özünü ifadə edə bilirsən, həm yeni məlumatlar öyrənirsən. Yəni bir çox cəhətdən özünə fayda qata bilərsən. Buna görə həm də ki, yəni yarışmaq da, o ortamda olmaq da çox maraqlıdır məncə. Uşaqların müdafiəsi günü ilə bağlı həm özümü, həm də bütün uşaqları təbrik edirəm. Əgər siz də özünüzə yeni faydalı məşğuliyyət tapmaq istəyirsinizsə, düşünürəm ki, elə yaxşısı budur ki, kitab oxuyasınız. Sumqayıtlı uşaqlar üçün bir marafon olacaq. Artıq start götürüb, orada da müəlliflər seçilib. Bunun üçün mütləq nəşriyyatların demək sosialdan izləsinlər. Kitab qurdu marafonu var. Azərbaycan Nəşriyyatları Assosiasiyasının yaratdığı bir saytdır. İkinci bir saytımız da var ki, Uşaq Kitab Festivalı var. Mütləq bu saytları izləsinlər ki, bütün uşaqlarla bağlı olan ən gözəl kitablı festivallarımız orada məlumat olur. Kitab qurdu layihəsindən əlavə kitab sərgiləri də təşkil olunur. Sərgilər çərçivəsində Mənim Daxılım adlı qutular məktəblilərə paylanılır. Uşaqlar 2-3 ay öncədən əldə etdikləri həmin daxıla yığdıqları pulları ilə sərgilərdə iştirak edir və istədikləri kitabı öz pulları ilə alır. Bu nə verir uşaqlara? Belə etməklə uşaqlarda kitaba qarşı həvəs, sevgi və təşviqat aparılır. Uşaqların inkişafı üçün onlara təklif edə biləcəyiniz ən gözəl alternativlərdən biri də elə idmandır. İdman sayəsində bizdə də uğur qazanan uşaqlarımız az deyil. ...10-11 may aralığında biz Polşanın Varşava şəhərində iştirak edirdik yarışda. 2000 idmançının iştirak etdiyi yarışda 20-dən çox ölkə iştirak edirdi orada və biz də öz komandamız yeni olmağına baxmayaraq uğurla çıxış etdik. Çox qürur verici hal idi ki, biz oradan medallarla qayıtdıq, Azərbaycanın himni səsləndi, bayrağımız qalxdı və bu bizim qürur vericidir. Və uşaqlarımızın bugünkü gün belə şərait yaradılması, xarici ölkələrə səfər edib orada yarış güləşməkləri, bu cür şəraitdə zalda məşq eləməkləri, bu bizim gələcəyimiz üçün belə deyək ki, ən gözəl, ən yaxşı haldır. Çalışın, idmanla məşğul olun, bu ola bilər, judo ola bilər, başqa idman ola bilər. Mənim 10 yaşım var. 6 yaşdan gedirəm judoya. Polşanın Varşava şəhərində beynəlxalq turnirdə 3-cü yer layiq oldum. Polşanın Varşava şəhərində çempion olmuşam. Yaxşısı budur, judo ilə məşğul olum. Uşaqların müdafiəsi bayramı münasibəti ilə hamımızı təbrik edirik. Uşaqların hər birinin uğuru Azərbaycanın gənc nəslinin beynəlxalq arenada nə qədər potensiala sahib olduğunu və ölkəmizin gələcəyinin parlaq olduğunu göstərir. Ola bilsin ki, sən uşağı aparırsan hansısa kitab sərgilərinə, sadəcə olaraq bir gün ərzində uşaq orada gəzir və orada olan kitabları görür. Sənin yanından gedir və bunu görəndə artıq uşağın beynində bir təkan formalaşır kitaba doğru. Sən uşağı aparırsan hansısa idman zalına, orada idmanı görür, orada məşqləri görür, orada yarışı görür. Uşağın beynində idmana, sağlam həyat tərzinə bir sevgi formalaşır. Yox, əgər bunun əksinə sən uşağın əlindən tutub ancaq mollara aparırsan, ancaq ticarət mərkəzlərinə aparırsansa, aydındır ki, uşağı sən bu hərəkətinlə, bu davranışı ilə sənin verdiyin təkan artıq ticarətə, artıq alış-verişə doğru olacaq. Deməli, bizlər nə etməliyik? Əgər uşağın həyatında hansı elementləri istəyirəmsə, mən özüm onları etməliyəm və o elementlərin olduğu yerlərə aparmalıyam. Kitab sərgilərinə, müxtəlif kitab yarışlarına.
yaxşısı budur ki, valideyn öz psixolojik problemlərini həll etsin, buna görə terapiyadan uzaq qalmasın. Bu yetişdirdiyi uşağın da psixolojik olaraq sağlıqlı yetişməsi ancaq sağlıqlı valideynlə mümkün ola bilər. Əziz uşaqlar, mən də sizin bayramınızı təbrik edirəm. Yaxşısı budur ki, unutmayasınız ki, sizin hüquqlarınız əmin əllərdədir. Artıq bildik ki, onlara yeni bacarıqlar öyrətmək uşaqların inkişafını daha da sürətləndirəcək. Əziz uşaqlar, bayramınız mübarək olsun. Həmişə sevgi, qayğı və nəvazişlə əhatələnəsiniz. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyilə. Hələlik.